Paşinyan Azərbaycan xalqını təbrik etdi. Kanala abunə olub video bəyənməyi unutmayın. Ermənistan və Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub və bu sülh artıq insanların gündəlik həyatlarında hiss olunur. Sfera AZ xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. Əlbəttə, istənilən sülhün əldə edilməsi asan deyil. Bizim sülhümüzün əldə olunması da asan olmadı. Amma istənilən sülhü dağıtmaq və heçə endirmək son dərəcə asandır. Bunu çox qısa müddətdə etmək mümkündür. Və sual budur, belə bir vəziyyətdə 35 ildən sonra yenidən sülh yaratmaq mümkün olacaqmı? Bugün Ermənistanda bir çoxları, bəziləri məqsədyönlü, bəziləri isə bilmədən sülhü dağıtmaq məntiqi ilə hərəkət edir. Bu fəaliyyət bəzən xoş səslənən və ya vətənpərvərlik pərdəsi arxasında gizlənir, baş nazir bildirib. Paşinyan qeyd edib ki, sülhü dönməz etmək üçün Qarabağ ermənilərinin geri qayıtması kimi mövzuları davam etdirməmək zəruridir. Bu, həll edilməli olan məsələdir. Gələcək nəsillərimizin dinc yanaşı yaşamaq hüququ naminə. Bugün reallaşdırmalı və müdafiə etməli olduğumuz hüquq məhz budur. Biz buna zidd olan istənilən ritorikanın öhdəsindən gəlməyi bacarmalıyıq. Prezident Trumpa bu sülhün əldə olunmasına verdiyi əvəzsiz səylərə görə təşəkkür edirəm. Ermənistan xalqını 8 avqust münasibətilə təbrik edirəm. Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm.